Ağdərənin 7, Xocalının 11 kəndinə və Xankəndinin isə Kərkicahan qəsəbəsinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. O bildirib ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində əhalinin köçürülməsi istiqamətində işlər gedir. Hazırki dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib. Nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır deyə Elçin Yusubov bildirib. O əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasir klinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləri əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir.